Qardabani Bələdiyyəsinin Vaxtangisi kəndində Veteranlar Günü ilə əlaqədar gənclərlə görüş təşkil edilib. Görüşdə Qardabani Bələdiyyəsinin Nəzərli, Kosalı, eləcə də Vaxtangisi kəndindən olan gənclər və Abxaziya-Osetiya müharibəsi veteranı Tofiq Vəliyev iştirak edib. Görüş zamanı veteran Tofiq Vəliyev müharibə dövrü ilə bağlı öz xatirələrindən, eləcə də həmin illərdə yaşanmış hadisələrdən danışıb. O, dövlətin hər zaman veteranlara böyük diqqət və dəstək göstərdiyini vurğulayıb. 17 oktyabr Gürcüstan dövlətimizin veteranlar günüdür. 17 oktyabr elə bir gündür ki, mənim üçün belə hər vaxt yada düşəndə mən o günlərə qayıdıram, o müharibənin qanlı qadalı günlərinə və bu eyni zamanda o günləri xatirələrimdə canlandırıram. Gürcüstan dövləti bu günü 17 oktyabr veteran gününü qeyd eləyir. Bütün dövlət miqyasında bu gün qeyd olunur və biz bu gün münasibətilə, veteran günü münasibətilə gənclərlə görüş keçirdik. Onu da bildirək ki, görüş zamanı gənclər veterana suallar da veriblər. Bugün 17 oktyabr Gürcüstan Veteranlar Günüdür. Bugün biz veteran Tofiq Vəliyevlə birlikdə görüş keçirdik. Bu görüşdə Tofiq Vəliyev bizə döyüş anlarından danışdı və o çox maraqlı idi. Biz Tofiq Vəliyevə döyüş anlarından bir çox suallar verdik və Tofiq Vəliyev bizə bu sualların cavabını verdi və bunun üçün də biz Tofiq Vəliyevə təşəkkür edirik. Bugün 17 oktyabr Veteranlar Günü ilə bağlı görüş keçirildi. Bu görüşdə biz də iştirak elədik. Çox maraqlı idi. Bu görüşə görə biz Tofiq Vəliyevə təşəkkür edirik. Məlumat üçün onu da bildirək ki, Abxaziya-Osetiya müharibəsi dönəmində Tofiq Vəliyev Qardabanidə polis inspektoru olaraq fəaliyyət göstərib. Müharibə başladıqdan sonra Daxili İşlər Nazirliyinin əməkdaşlarının bir qisminə çağırış göndərilir. Qardabani polis idarəsinə göndərilən çağırışda Tofiq Vəliyevin adı olmasa da, o müharibəyə könüllü olaraq yollanır.